Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni videodan sizlərin qarşınızdayım. Əziz izləyicilər, bundan sonraki izləyəcəyiniz videonu, bu hal-hazırdakı videonu əvvəlcədən çəkirəm. Deməli, Azərbaycan, Rus, Türk kanallarına, əstəğfurullah, Rus olmayacaqdır. Azərbaycan, Türk kanallarına baxmaq istəyirsinizsə, bu videonu axıracan izləyin. Bu videoda bir şey sizlərə nəzərdə saxlamaq istəyirəm. Videonu keçmədən izləyin ki, əziz izləyicilər, tam dəqiq şəkildə başa düşəsiniz. Samsung televizorları, LG televizorları, Yoshira, TV Box ümumiyyətcə çox asan bir vəziyyətdə bunu işlədə biləcək. Ancaq Samsung televizorlarında bir dənə əmması var. Samsung televizorlarının pultu əgər mişqa pultdursa işlədə biləcəksiniz. Yox, 7-ci nəsil Samsungdursa, 7-ci nəsil və yaxud da 6-cı nəsil Samsunglardandırsa, prostoy pultdandırsa, həmin o, elə bir biz verdiyimiz o hissəni işlətmək üçün gərək ondan ötürü adden mişqa 20 manata satılan mişqa pultlar var. Halbuki belə hissiyatdan idarə edirsiniz. Mişqa da deyəndə, yəni mas sıçan pultlarından söhbət gedir. Ondan rahatlıq şəkildə işlədə biləcəksiniz. LG-dir, rahatlıq şəkildə işlədəcək. Android televizorlardır, Yoshira'dır, hamısı rahat şəkildə işlədəcəksiniz həmin bu proqramı. TV Box'lar vəbşim super şəkildə işlədəcəkdirlər. Deməli, axıracan videomuzu izləyin. Bundan sonraki videomuzu da sonra çəkmişəm. Yenə də deyirəm, tam dəqiq şəkildə baxın, ətraflı şəkildə başa düşün. Çünki biraz qarışıqlıq ola bilər, amma asan bir şeydir. Çətin bir şey də deyil. Çox asan bir şeydir. Bəzi insanlar var ki, yazır ki, qardaş, mən Samsung televizorunda, məsələn, istədiyim şeyi yükləyə bilmirəm, istədiyim şeyi, məsələn, içində proqram vura bilmirəm. Qardaş, bu video əsl sənin üçündür. Axıracan izləginəm. Ancaq ki, bir şey şərtdir ki, Samsungun, yenə də deyirəm, mişqa olan pultları, mouse'dan olan pultları rahat şəkildə işlədəcək. Əgər sadə pultdandırsa, yəni sadə də qəsdimizdən nəs pultundan söhbət gedir. Samsungun pultu var mı burada? Aha. Bax, belə sadə pultdursa, bax, belə sadə Samsung pultdursa, həmin bu, mən dediyim proqramı biraz çətin işlədəcəksiniz. Ona görə sizə mouse siçanınla olan pult lazımdır. İndən sonra videomuzu axıracan izləyin. Videomuza dəstək üçün like və yorumlara da yazın hər hansı bir probleminizi. Əziz izləyicilər, belə videoların davamını gəlmək üçün kanalımıza abunə olun və bildirimləri tümü açın ki, video gələn kimi tez bir şəkildə girib yükləyəsiniz. Sizlərə iyi seyirlər, türklər demişkən, iyi izləmələr və videonun davamını axıracan izləyin. Keçə-keçə izləsəniz başa düşməyəcəksiniz. Hələlik. Deməli, Samsung televizorları fərqi yoxdur. Hər hansı bir televizor olsun, hər hansı bir proqram, Android olsun, TV Box olsun, yəni bütün növ televizorlarda həmin bu şeyi yazaraqdan bütün Azərbaycan və Türk kanallarına rahat şəkildə baxa bilərsiniz. Samsung televizorlarına ilk öncə menü sistemindən girib həmin apps bölümünə girirsiniz. Apps bölümündə Media X Station deyilən bir proqram var. Onu yazırsınız. Zəhmət olmasa burada qıraq bu aralanan hissələrə fikir verməyin, çünki gecə vaxtı çəkdiyim üçün belə olur. Bax, bu adı yazırsınız, bu proqramı yükləyirsiniz. Bu proqramı yüklədikdən sonra, əziz izləyicilər, diqqətli şəkildə zəhmət olmasa baxın. Azərbaycan və Türk kanallarına sadəcə internet vasitəsilə baxa biləcəksiniz. Diqqətli şəkildə baxın. Setting bölümünə gəlirsiniz. Start parametr. Start parametr seçdikdən sonra setup'ı basırsınız. Burada yazılan kodu birəbir şəkildə yazırsınız.
bütün Azərbaycan, Rus və Türk kanalları artıq burada olacaqdır. Bütün bu yazdıklarımız kod sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmış videolardır. Heç bir təhlükəli içərik paylaşılmamaqdadır. Zəhmət olmasa eğitim məqsədi ilə paylaşılmış videolardır. Diqqətli şəkildə izləyin. Bunu yazdıktan sonra yes knopkasını basırıq. Diqqətli şəkildə baxın. Nə etmək lazımdır? Tam dəqiq şəkildə sizlərə göstərəcəm. Gəlirsiniz buranın üzərinə, keçirik sağ knopkadan. Sağ knopkadan keçdikdən sonra bunun üzərinə basdıqdan sonra Zapustit-in üzərinə basırıq. Burada gözləyirsiniz. Gözlədikdən sonra proqram sağ knopkadan keçirik. Gəlirik bura. Artıq burada kod hissəsimizi yazmalıyıq. Zəhmət olmasa videonu axıracan izləyin. Necə lazımdır? Həmin onu burada açıq və aydın şəkildə sizlərə başa salıram. Deməli, burada bütün nə yazıram, onu birə-bir şəkildə onu yazmalısınız. Bunu yazdıktan sonra burada yazdığımız bütün kodları birə-bir şəkildə yazırsınız. Bu proqram legal şəkildə paylaşılan proqramdır. Zəhmət olmasa burada paylaşılan hər hansı bir proqramları düzgün şəkildə məlumat verəsiniz. Əziz izləyicilər, burada sadəcə Azərbaycan və Türk kanalları mövcuddur. Zəhmət olmasa bütün növ televizorlarınızda sadəcə internet vasitəsilə baxmaq istəyirsinizsə, Samsung televizorunuzda, LG televizorlarınızda, Yoshira'da, TV Box aparatlarında biz elədiyimiz kimi eləyin və rahat şəkildə də izləyin. Sonra isə Dabavit üzərinə basırıq. Artıq bu silka gəldi düşdü bura. Sonra isə buranın üzərinə basıb oku basdıqdan sonra bir də oku basırıq. Artıq diqqətli şəkildə baxın, zəhmət olmasa bütün artıq bütün şəkildə gəlib düşübdür. İndi hər hansısa birinə baxacaq. Artıq burada baxmaq üçün sizlərə mouse siçanı lazım olacaq Samsung televizorları üçün. Bu da satılır
və yaxud da Samsung televizorları üçün belə pultlar satırlar. Mouse butonu açıq edən. Onun vasitəsilə birbaşa rahatlıq şəkildə baxa bilərsiniz. Bunu demək yadımdan çıxmışdı. Zəhmət olmasa diqqətli şəkildə baxın. Burada bütün kanallar mövcuddur. Legal kanallar mövcuddur. Zəhmət olmasa bütün bunlara baxdıqdan sonra bir dənə çox sağ ol sözünü yazmağı unutmayın.